Salam, hər vaxtınız xeyir olsun dostlar. Gününüz xoş, canınız sağ olsun. Ruzu bərəkətli olsun ocağınız. Bu günləri dostlar xoş bir gündür. Bugün dekabr ayının 24'ü. Ali Başkomandanımızın və prezidentimizin doğum günüdür. Mən fürsətdən istifadə edib prezidentimizin doğum gününü təbrik edirəm. Ad günü mübarək olsun cənab prezident. 100 yaşa, 100'dən də artıq yaşa. Sağlam canla, ailənin, övladlarının, nəvələrinin, səni sevənlərin, Azərbaycan xalqının üzərinə əksik olma. Amin inşallah. Ümumiyyətlə, dekabr ayı çox düşərli bir aydır. Dekabr ayının 10'u mənim ad günümdür. Dekabr ayının 12'si Ulu Öndərimizin dünyadan köçdüyü ildir. Allah rəhmət etsin Ulu Öndərimizlərə, Heydər Əliyev cənablarına. 30-31 bayramlardır. Allah hər birinə, xalqımıza gözəl, xoş günlər qismət eləsin. Bir daha təbrik edirəm prezidentimizi. Uzun ömür, can sağlığı, sağlam canla xalqın üzərinə əksik olmasın. Onu sevənlərin, ailəsinin. İndi mənim bu çıxışımı bəzi, belə deyək, üzr istəyirəm, geri zəkalı insanları qıcıqlandıracaq. Yəni fikri uzaqlaşdıracaq. Mən bilirəm də, ona görə bəri başdan qabaqlayıram. Fikrimi qabaqlayıram. Ay, belə deyəcəklər ki, bəziləri o sosial mediada olanlar dırnaq arası. Ay dövlətə üzr istəyirəm, quyruq bulayır, nə bilim 200 eləyir, nə bilim dövlətə yaxıncı. Birincisi Allah'tan qorxur. Mən özümdə Allah insanıyam. Allah'a tam yaxın bir insanam. Yəni kim xətrimə dəyirsə, Allah onu yerində otuzdurur. Kim haqqıma girirsə, Allah onun haqqını əlinə alır. Yəni belə bir insanam. Allah'tan qorxun, başqasının haqqına girməyin, həm söz haqqına, həm zəhmət haqqına girməyin. Onun ağırlığı başqa olur Allah üçün cədası. İkinciden mən elə bir kişinin oğluyam ki, mənim atam iş adamı olub. O vaxt Kirabat, indiki Gəncə şəhərində oxuyub. Yəni agronomluğu oxuyub, bir balaca da olsa deyim, yəni əskərliyin də bitirib, hərbi xidmətini də bitirib. Yəni 21 yaşından atası dünyasını dəyişib 1982-ci ildə, mən üzr istəyirəm, anadan olduğum ildə. Yəni öz ailəsinin, valideyn, anasının, qardaş bacılarının yanında olub, ona dəstək olub. İndi bəzi kişilər var, bəzi kişilərdən söhbət edir. Hər birinə yox, hər birinə şamil etmirəm. Bəzi kişilər 50-60 yaşları var, 50-60 yaşları. Amma ağsaqqallıq nə olduğunu bilmirlər. Ağsaqqallığın yolu hardadır ki, onu bilmirlər. Yəni 22 yaşında, 21-25 yaşında ağsaqqallıq eləmək hər kişiyə qismət olmur. Yəni mən hər bir kişinin oğluyam, babalarım da samballı kişi olublar. Yəni heç kimin bildiyi yerdə nəsilləmə, heç kimin kölgəsində, heç kimin yanında fırlanmamışıq, heç kimin üzr istəyirəm, heç kimə quyruq bulamamışıq. Öz adınızı da başqasına qoymayın. Siz dersiniz, bəziləriniz, müəllim deyə işiniz əldən getməsin, vəzifəniz, şan şöhrətiniz əldən getməsin, ona müəllim deyirsiniz, buna dayı deyirsiniz, buna əmi deyirsiniz. Adınızı da başqasına qoymayın. Hamını yaxşı tanıyır. Allah da yaxşı tanıyır insanı. Bu bir tərəfə. İkinci, cənab prezident, sizə bir xahişim var. Elə bu ad gününüzdə təbrik etdim, qoyduyum. Bu gördüğünüz məktublar, mətnində göstərim. Heydər Əliyev fonduna doludur. O sizin adınızdadır, bu da sizin xanımınız, hörmətli vitse-prezidentimiz Mehriban Əliyevanın adındadır. Eyni mətnlərdə bir də adları dəyişilib, oxuya bilərsiniz. Heydər Əliyev fonduna doludur. Demək, o deyim, 44 günlük qələbəmiz başlayandan Allah sizə var eləsin, Ali Başkomandan olaraq əmr verdiniz, ordumuza qalib gəldik. 44 günlük qələbəmiz başlayan gündən atam da 61 yaşında dünyasını dəyişdi. Yəni burada şəkili də var, yəni göstərə də bilərəm. Mən yəni sübutla işləyirəm ki, yəni heç kim məndən narazı olmasın. 61 yaşında dünyasını dəyişdi. Demək olar ki, Heydər Əliyev fondunda yalan olmasın. 30'a yaxın məktubum var. 30'a yaxın. Eyni mətndə məktublar. Siz hər dəfə deyirsiniz ki, cənab prezident, vətəndaş bizi görmək istəyirsə, bizə mesaj göndərmək istəyirsə, telegrama göndərmək istəyirsə, bizə siqnal versin, mənə siqnal versin. Siz deyirsiniz. Amma Heydər Əliyev fondu, yəni pisləmirəm, pisləmək kimi yox, alçaltı kimi yox. Heydər Əliyev fondu sizin dediyiniz o siqnalı söndürürlər. Bax, siqnalı söndürürlər Heydər Əliyev fondu. 2 dəfə də qəbulda olmuşam. Bir Mart ayının 28'i, bir də sentyabrın 1'i bildiriş gəlib, 11'də qəbulda olmuşam. Eyni sözləri deyirlər, prezident adam qəbul etmir, vitse-prezident adam qəbul etmir. Fikirləri budur. Başa düşdünüz. Mart ayının 28'i qəbula düşdüm. Dedilər ki,
Apreldə müharibə başlayıb, Zəngəzur müharibəsi, prezidentin başı qarışıqdı ölkə başımızın. Və şimdi mən də dua etdim ki, olmasın. Çünki müharibədən çıxmış bir ölküyük, qələbəni qazanmış bir ölküyük, qələbə, necə deyirlər, qələbəli bir dövlətik, qələbəli xalqıq, qələbədən çıxan bir orduyuq. Bizə müharibə yaraşmır. Zəngəzur döyüş olmasın. Allah'a dua etdim, hiç olmadı da. Və sentyabrında 11'i çağırdılar, 12'si demək, bir çağırdılar, 11'də daha doğrusu üzr istəyirəm, bir bildiriş gəldi, 11'i qəbulda oldum sentyabrda. Eyni fikirlər. Prezident adam qəbul etmir, vice-prezident adam qəbul etmir. Bəs mənim prezidentim deyil bu. Necə deyirsiniz? Başqa ölkənin, çox ölkələrin dövlət başçıları öz vətəndaşlarını qəbul edir, insanları qəbul edir, siz deyirsiniz. Niyə olsun ki? İndi bir söz deyim. Ulu öndərimize Allah rəhmət eləsin. Mən onlara da dedim, indi sizə deyim bu. Mən onlara dediyimi dedim. Həmən Heydər Əliyev fondunun işçilərinə. Dedim, ulu öndərimize Allah rəhmət eləsin. Heydər Əliyev cənablarına, Heydər babaya. Həmişə çıxışlarında deyir ki, mən bir pencəyimi, bir kostyumumu götürərək, bir kostyumumu Naxçıvandan Bakıya qardaşım Cəlal Əliyevin evinə gəldim. Allah rəhmət eləsin Cəlal Əliyevə də. Heç bu dəqiqə qardaşa dəstək olmur. Bacı qardaşa dəstək olmur. Ana balaya, ata balaya dəstək olmur. Yəni Cəlal Əliyev bunu qardaşına himayə çıxdı, ona gözlədi. Bəzi qurumlardan o vaxtı bilirsiniz, 1990-cı ildə 20 yanvarı törətdi Qarbaçov. Ona görə də Heydər Əliyevi qoymurdu Bakıya gəlir ki, o sirrin üstünü açacaq, o hadisənin üstünü açacaq, o sirri dünya çatdıracaq. Heydər Əliyev də heç bir dövlət başçılarının, heç bir ölkə başçılarının etmədiyi bir işi atmadığı addım ataraq tribunaya çıxaraq, böyük tribunaya. Oradan səsləndi və 20 yanvar hadisəsini törədən qatillərin adını, cinayətçilərin adını çəkdi. Yəni Allah rəhmət edin. Yəni sözümü ona gətirəm ki, orada mən Heydər Fonuna dedim ki, ulu öndərimiz həmişə deyir ki, mən Naxçıvandan Bakıya bir pencəyimi, kostyumumu götürüb gəldim. Həmişə xalqın, millətin yanında olub, yaxşı günündə, pis günündə, qaşqın köşkünlərin yanında olub, çadır şəhərcilərində, vaqonlarda, fin evlərində. Elə mən özüm də Bilətuvar çadır şəhər, 3 sahəli çadır şəhərciyində yaşamışam. 94'dən 98'e kadar, 98-ci ilə qədər yaşamışam. Zülümlər çəkmişik, Allah'ın olsun. O vaxtki hakimiyyət, Qarabağı satan saxta hakimiyyət, şəraitli, komfortlu evlərdə yaşayanda biz zülümlər çəkdik zığın palçıqlarının içində. İndi Qarabağı tikib kömək eləmirlər dövlətə tikməyə. Amma satdılar, torpağı satdılar o hakimiyyət. Amma ulu öndərimizdən onun övladı siyasətindən qaytardı aldı. Yəni nəsə. Qaşqın köşkünlərin yanında olub, Çadır şəhərcində də görürsünüz, bəy gəlinlə oynayıb, orada Cəbrayıl toyunda oynayıb. Yəni mən onlara dedim ki, ulu öndərimiz həm mən Heydər Əliyev fonduna dedim, Heydər Əliyev fondunun işçilərinə, elə buradan deyim. Dedim ki, yəni ki, ulu öndərimiz həmişə xalqın içində olub, Qaşqın köşkünün yanında olub. Bu fondu onun adına qoymuşsunuzsa, fondu, o kişinin adına, şəxsiyyətinə, iş fəaliyyətinə ləkətimin. Onun adını, şəxsiyyətini, iş fəaliyyətini kölgə altında saxlamayın, kölgə tərəfində saxlamayın. Yəni o adamın adıyla bu fondu yaratmışsınızsa, vəzifənizdir ki, sizin vəzifənizdir. Məktubu telegramla dövlətə çatdırmağa, prezidentə çatdırmağa. Ne çatdırmırsınız? Ne yalanla deyirsiniz ki, prezident adam qəbul etmir, vice-prezident adam qəbul etmir. Cənab prezidentim, mən demək istəyirəm, yəni fikirləşməsinlər ki, kimsə işi düşüb deyən prezidentə ad gündə deyir, xeyr. Mən dəfələrlə 3 dəfə, 4 dəfə, 5 dəfə video formatı ilə video çıxışlarım olub. Belə paylaşmışam ki, yəni Heydər Əliyev fondu mənim səsimə səs verməyərək dövlətimə çatdırmır. Cənab prezident, yəni biləsən, vice-prezidentim, cənab vice-prezidentim Mehriban Əliyeva və prezidentim İlham Əliyev. Heydər Əliyev fonunda mənim bəlkə yalan olmasına yalan olmaz. 30'a qədər məktubum var. Şükürov Vüqar İmamverdiyoğlu. Şükürov Vüqar İmamverdiyoğlu. Yəni özüm də elə bir kişinin oğlu olmuşam ki, cənab prezident, sizdən xahişim budur, məni qəbul edin. Çünki bu mənim üçün vacibdir. Çünki adətən deyirlər ki, uşaq anadan yetim qalır, atadan yetim qalmır. Allah heç bir övladı uşağı yetim etməsin, atasız, anasız etməsin. Heç heyvanı da, yüzü istəyirəm, heyvanı da valideynsiz etməsin, atasız, anasız etməsin. Amma belə götürəndə elə oğlan uşağı atadan yetim qalır. Mən 4 ildə atam dünyasını dəyişib, Allah'a and olsun deyirəm, Allah'ın adını çəkirəm. Birdən darıxıram, özüm necə deyərlər, özümü sıxıntı istəyirəm, özümü unutqan kimi istəyirəm, özümü yat kimi istəyirəm, kövrəlirəm. Birdən atam yadıma düşəndə,
Ona görə də cənab prezident, göydə Allahı sırf qəlblə and olsun Qur'an-ı Kərimə. Mənim evimdə Qur'an-ı Kərimdən belə hər şeydən var. Baxın, hər şeydə var. Bax, bir deyim, məsciddən belə var mənim evimdə. Hər şeyim var. And olsun Qur'an-ı Kərimə deyirəm. Qur'an-ı Kərimin adından işləm. Sırf qəlblə, sırf təmir qəlblə göydə Allahıma, yerdə dövlətimə tərəf gəlirlər. Xahiş edirəm cənab prezident, məni qəbul edəsiniz. Vitse-prezident, məni qəbul edəsiniz. Heydər Əliyev fonunda yenə deyirəm, 30'a yaxın məhdum var, 30'a yaxın. Baxmırlar. Hələ 3-cü dəfə dekabrda qəbul etmək istəyirlər. Bu mənim arzumdur. Çünki atam iş adamı olub. Hər bir insana dəstək olub. Amma bu günlər 5 ildir yoxdur, 44 günlük qələbəmizdən. Mən gördüm ki, Qur'ana and olsun deyirəm, özümdə bir yadlıq istəyirəm. Ölgəhlik istəyirdim. Necə deyirəm, sıxıntılıq istəyirdim. Sən nə deyirəm, gördüm məni öldürmək istəyən insanları gördüm. Məni hətta qətlə yetirən insanları da mən gördüm. Məni tutub içəri salan insanları da gördüm. Ona görə də yəni dərin etmirəm. Göydə Allah'a, yerdə sizi deyirəm, cənab prezident və vitse-prezidentim. Çünki insanlarda gördüyümü gördüm. Məni atam qoruyurdu. Atam qoruyurdu məni. Atam yoxdur. Bu günləri onlar da mənim üçün yoxdur. Atam hər birində yaxşılıq edib, əl tutub. Hər birini, qapımız qonaqlı, qoçaqlı olub. Bu günlər onların birini görmürəm. Biri yoxdur. Kişi özü qərar verməlidir. Kişi, üzr istəyirəm, xanımının göstərişi ilə, xanımının qərarı ilə, üzr istəyirəm, loru da çıxdı, arvadının göstərişi ilə, arvadının əmrini oturtdurmamalıdır. Onu mənim atam bacarmadı. O kişi bacarmadı onu. O kişi özü qərarını verdi. Qərarı özünün oldu. Çünki kişi oğuldu. Kişinin oğuldu. Amma indiki bəzilərdən söhbət hər birində şamil etmirəm. Bəzi kişilər xanımının qərarından, həyat yoldaşı xanımının qərarını oturtdururlar. O da ona başucalığı gətirmir. O da o kişiyə başucalığı gətirmir. O kişini hörmətdən salır, izzətdən salır, kişini başını aşağı edir. Nəysə də yəni dərin etmirəm, şəxsi söhbətlərə qarışmıram. Yəni, qarışıram, mən bir musiqiçi olaraq həmişə öz adımla yaşamışam. Heç bir şəxsi problemdən bəzi dırnaq arası müğənnilər kimi, musiqiçilər kimi mən şəxsi həyatımdan gündəmə gəlməmişəm. Bir musiqiçi olaraq, istedadlı bir musiqiçi olaraq mən Azərbaycanda sözümü demişəm. Yəni istedadlı bir qeyri-adi bir musiqiçi olaraq, vətənpərvər bir insan olaraq. Mən heç vaxt ailə, üzr istəyirəm, şəxsi ailə problemlərindən gündəmə gəlməmişəm. Adımla gəlmişəm. Ona görə cənab prezident, bu mənim üçün ehtiyaclı, gördüyümü gördüm. Həqiqətən gördüyümü gördüm. O aşıq deyə gördüyünü çalar. Gördüyümü gördüm. Atam yoxdur. Mənim üçün onlar da yoxdur. Göydə Allah, yerdə sizi deyirəm. Cənab prezidentim, bir daha sizi təbrik edirəm. Sizin doğum gününüzü təbrik edirəm. Ad gününüz mübarək. 100 yaşayın. Allah sizi ömür can versin. Sağlam can versin. Amma sizdən xahiş edirəm. Mənim səsimə səs verin. Mənim məktubum Heydər fonunda 30 dənədir. Bax bu məktublar. Gördüyünüz məktublar. Doludur. Bax doludur. Heydər fonunda doludur. Baxmırlar. Bax doludur. Doludur, baxmırlar. Xahiş edirəm, mənim səsimə səs verin. 30'a yaxın məktubum var. Mənə deyirlər ki, prezident adam qəbul etmir, vitse-prezident adam qəbul etmir. Niyə? Məqsəd nədir? Niyə qəbul etmir? Qəbul edirsiniz, onlar çatdırmırlar. Onların vəzifə borcudur, amma çatdırmırlar. Mən onlara fikrimi dedim, sizə deyirəm. Yəni ki, ulu öndərimizin adına ləkətimin, Heydər Əliyev cənabları xalqın içində hər zaman olub, yaxşı gündə, pis gündə də həmişə qaşqın köşkünlərdə nəzərində saxlayıb, diqqətindən kənar salmayıb. Onun fondu adını qoymursunuzsa Heydər fonu, düzgün başa düşün. Ya fondun adını dəyişin, eləmirsinizsə, vətəndaşı qəbul etmirsinizsə. Əgər qəbul etmək fikrinizdə varsa, dövlətə məktubu çatdırın, teleqramını çatdırın prezidentə, vitse-prezidentə. Çatdırmırsınızsa, onda o inciməyin, o fondun adını daşıyın, o kişinin adına ləkə gətirməyin. O kişi yaxşı kişi olub. Dünyada yaxşı kişi olub, elə kişilər az gəlib gedir. Əsrlər boyu az gəlir, tarix boyu. Bir çox ölkə başçıları ulu öndərimizin, Heydər Əliyev cənablarımızdan siyasət dərsi öyrənib. Amma bu günlər Azərbaycana qarşı müharibələr etdilər. Azərbaycana qarşı terrorlar, sui-qəsdlər etdilər. Bir çox ölkə başçıları, xarici ölkə başçıları, Avropa ölkə başçıları ulu öndərimiz Heydər Əliyev cənablarından siyasət dərsi öyrəndilər, məktəb öyrəndilər, məktəbindən keçdilər. Yəni Heydər Əliyev həqiqətən də bu nə üzr istəyirəm, nə girənlik eləyəm, nə yaltaqlıq eləyəm, kişi kimi deyirəm.